Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai ve seyyidil murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul uqdeten min lisani yefqahu qavli emma ba'd. Allah hamd olsun muhterem kardeşler. Onun Resulü Muhammed sallallahu aleyhi ve selleme, onun ehli beytine Allah'ın selamı olsun. Elhamdülillah. Allah subhanehu ve teala həqiqətən bizlərə gözəl neymətlər verib və neymətlərin də başında bizlərə verilən hidayət neymətidir. Hər bir halımızda Rəbbimizə şükür etməliyik, xüsusən də hidayət neymətinə görə. Və istəyərdim bir hədisi, Allah Resulü sallallahu aleyhi və səlləmin bir hədisini xatırladım. Hansı ki, Ənəs ibn Malik radiyallahu anhu buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm bir gün qurtuluşa çatan insanları xatırladı bizlərə. Hansı ki, hər zaman mömin istəyir ki, o sifətləri özündə cəm etsin. Və Allah Resulü sallallahu aleyhi və səlləm munciyyət deyilir. Hansı ki, qurtuluşa çatan möminləri zikr etdi və onların birincisi buyurdu ki, xəşiyyətullahi fis-sirri vəl-alaniyə. Bir qurtuluşa çatan möminlərin zirvəsində o kəslər gəlir ki, gizlində və aşkarda Allahdan qorxanlar. Və həqiqətən də bu böyük bir sifətdir, möhtərəm qardaşlar. Yəni, insan təkliyində də və insanlar içində də hər zaman Allahdan qorxması. Bu böyük bir qurtuluşdur. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə Bəqərə surəsində buyurur ki, وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى. Azüqəni artırın, həqiqətən ən böyük azüqə təqvadır, Allah qorxusudur. Və burada da Allah Resulü sallallahu aleyhi və səlləm bizlərə müminin, qurtuluşa çatan müminin ən böyük vəsfi gizlində və aşkarda Allahdan qorxan mümindir. Və bu vəsfi, bu sifəti hər zaman mümin çalışmalıdır ki, özündə cəm etsin. Xüsusən də tək olanda, firsir, yəni təklikdə olanda Allahdan qorxmaq. Əgər bir mömin təklikdə olanda Allahdan qorxa bilirsə, Allahın əsl dostu odur. Necə ki, əvliya Allah deyilir, Allahın dostları. O kəsləri Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, Əl-ləzīnə əmənu, ələ innə əvliya Allahi lə xavfun aleyhim və ləhum yəhsənun. Allahın dostlarına nə hüzün var, nə kədər. Kimlərdir onlar? Sonra Rəbbimiz növbəti ayət-i kərimədə buyurur ki, Əl-ləzīnə əmənu və kənu yəttəqun. Allaha iman edənlər və ondan qorxanlardır. Və sonra ikincisini gətirir ki, Əl-ədlu fil-ğadabi və-rıza. Ədalətli olan, qəzəb halında da, rıza halında da, yəni razılıq halında da, yəni rahat halında da və qəzəb halında da ədaləti itirməyən. Bu da mühüm bir sifətdir, möhtərəm qardaşlar. Yəni, bir müminin qurtuluşa çatması üçün mədh olunan ən böyük sifətlərdən ikincisi də ədalətli olmasıdır. Qəzəb halında da və eyni zamanda rıza halında da, yəni xoşbəxt halında da. Xüsusən də qəzəb halında görürsən, bəzən insan ədaləti itirir. Nəfsinə hakim dura bilmir. Ona görə də hər bir halında insan ədaləti qorumalıdır. Sonra üçüncüsü vəl-qasdu fil-faqri vəl-ğina. Və bu iki sifətdən sonra üçüncü Allah Resulü sallallahu aleyhi və səlləm xatırladır ki, vəl-qasdu fil-faqri vəl-ğina. Yəni, varlı olsan da, kasıb olsan da, yəni ölçünü itirməmək. Nə ölçüsüdür bu? Deyək ki, insan fəqirdir bugün, ona görə olduğu halına şükür etməlidir. Yəni, üsyan etməməlidir. Və eyni zamanda varlıdır və bu varlı olmağının da Allahın neymətlərini də düzgün şəkildə istifadə etməlidir. Həddi aşmamalıdır. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Əcəbən li əmril mümin. Müminin halı necə də təəccüblüdür. فَاِنْ أَصَابَتْهُ سَرَّاءَ şəkər.
Əgər ona bir xeyir, bərəkət gələrsə, şükr edər. Və in əsabəthu darra sabar. Ona bir sıxıntı gələrsə, səbir edər. Fə innə həzə illə lil mümin. Və sonunda da Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, və bu da yalnız mömində olar. Və həqiqətən, möhtərəm qardaşlar, bu hədis bizlərə həyatda nicat tapan möminlərin vəsiflərini xatırladır. Allah subhanahu wa ta'ala bu gözəl sifətləri hər birimizə nəsib etsin. Allah subhanahu wa ta'ala hər birimizi eşitib faydalanlardan etsin. Sallallahu aleyhi və səlləm alə nəbiyyina və həbibina Muhammed.